rəvayət olunur ki, bir nəfər danışır və deyir ki, bir nəfərin bir qızdan xoşu gəlir və gedir, o qızı elçiliyə gedir və o qızı buna vermirlər. Deyirlər, yox da biz sənə qız vermirik. Və o sonra bir falçını tapır, bir göz dəyəni, yəni gözü güclü təsir edəni tapır, ona pul verir ki, deyir, bax, filan qıza göz elə. Və sonra həmin qız bir neçə qızla bərabər mənzilindən çıxanda deyir ki, bax, filan qızı deyirəm. Bu göz eləyənin də, yəni göz vuran insanın da gözü biraz zəif olur. Görə bilmir onu, deyir, hansını deyirsən? Deyir, bax, onu deyirəm, onu deyirəm. Deyir, hansını deyirsən? Deyir, bax, onu. Və o görə bilmir. Deyir, sənin yəni, gözlərin yaman görür. Və deyəndə bunun gözləri tutulur. Yəni, özü kiməsə göz vurdurmaq üçün gətirmişdi. Lakin həmin insanın gözü bunun gözünə dəydi. Və gözləri tutulur həmin vaxtda. Və istədiyi şey də hasil olmur.